9-cu sinif OTK sınavına düşmüş belə bir sualın izahına baxaq. Verilir ki, ABC üçbucağında MN AC-yə paraleldir. Əgər MN AC-yə paraleldirsə, B bucağı ortaq bucaqdır. Bu halda bucaq BMN bərabərdir bucaq BAC-yə. Digər tərəfdən isə bucaq BNN bərabərdir bucaq BCA-ya. Bu halda üçbucağın oxşarlığı yaranır. Yəni üçbucaq MBN oxşardır üçbucaq ABC ilə. Oxşarlıq qaydasına görə oxşar üçbucaqların uyğun tərəflərinin nisbəti bərabərdir. Kiçik üçbucağın, yəni MBN üçbucağının oturacağının ABC üçbucağının oturacağının nisbəti bərabərdir kiçik üçbucağın tərəfinin, yəni 4-ün böyük üçbucağın tərəfinə nisbəti, yəni BC-yə nisbəti. Bizdən də NC tərəfini soruşur. NC-yə x desək, bizim ümumi tərəfimiz olacaq 4 üstə gəlsin x, yəni BC olacaq 4 üstə gəlsin x. Tərəf-tərəfə vursaq, alınacaq 8 üstə gəlsin 2x bərabərdir 12, 2x bərabərdir 4, x bərabərdir 2. Bizdən də NC-ni soruşduğu üçün x'imiz, yəni NC olacaq 2.